Erkən buddizmdə monastır kompleksi üçün əsas diqqət mərkəzi əstup idi. Əstup adətən yarımkürə kurqan şəklində olur və o, Buddanın qalıqlarının saxlandığı kurqanı təmsil edir. Əstuplar böyük buddist müəllimlərin və rahiblərin qalıqlarını da özündə saxlaya bilirdi. Onlar həmçinin Asiya İncəsənət Muzeyinin kolleksiyasındakı bu daş və ya metal kurqanlar kimi kiçik qablar və reliklər şəklini alır. Bunların içində ölmüş adamın külü olardı. Əstuplar Ajanta və Elloradakı bir sıra buddist qayaüstü ziyarətgahlarında ibadət mərkəzi kimi görünür. Erkən əstupun ən yaxşı nümunələrindən birini Hindistanın mərkəzindəki Sanchidə görmək olar. Təpənin üstündə yerləşən böyük kurqan, monastır qalıqları və bir neçə kiçik kurqan ilə əhatə olunub. Təxminən 2000 il əvvəl tikilmişdir. Daha sonra ora əsas istiqamətləri qeyd edən 4 giriş əlavə edildi. İbadət edənlər bu qapılardan içəri daxil olur, sonra saat əqrəbi istiqamətində kurqanın ətrafında gəzirdilər. Yarımkürə formalı kurqan bəzədilməmiş, girişlər isə çoxlu səhnələr və fiqurlarla incə işlənmişdi. Məsələn, bu darvazada ibadət edən şəxs meyvə verən ağacdan yapışan istəkli bir fiqur görür. Buddizm bu cür bərəkət tanrılarından istifadə edirdi. Çünki onlar məşhur mövzulara müraciət etməli idilər. Beləliklə, onlar bu yerli bərəkət tanrılarının çoxunu öz panteonlarına əlavə etdilər. Və bu kimi şəkillər çox əlverişli hesab olunurdu. Çünki onlar müqəddəs və dünyavi məkan arasında keçidi müəyyən etməyə, eləcə də məkanı müqəddəsləşdirməyə xidmət etmişdi. Asiya İncəsənət Muzeyinin qaleriyalarında bir mühəccər sütundakı bənzər bir şəkildə yəqin ki, eyni məqsədə xidmət edirdi. Sanchidəki girişlərdə də povet səhnələri var, lakin Budda heç vaxt insan şəklində təsvir olunmur. Onun varlığı bu relyefdə atın üstündəki krallıq emblemi olan çətir və ya ayaq izləri ilə göstərilir. İbadət səhnələrində çarxın və ya kurqanın təsviri Buddanı təmsil edir. Yəni onun varlığı bu simvollarla ifadə edilir. Buddizm bütün Asiyada yayıldıqca əstupun forması və onun bəzəyi memarlıq forması kimi inkişaf etdi. Məsələn, Şərqi Asiyada onun bünövrəsi getdikcə hündür olmağa və qüllə kimi daha çox qat əlavə edilməyə meyilli idi. Kurqanın bu yeni, qeyri-adi formaları dini otaqlar kimi, Buddanın və onun təlimlərinin simvolu kimi xidmət etməyə davam edir.